Salam əziz şagirdlər. Bugün sizə 7-ci sinif test izahlarını edəcəm. Birinci testimizdə choose a correct variant, doğru variantı istəyir. Z və boşluq animals in the zoo. Əgər burada animals deyirsə, deməli cəmlikdir. Ona görə a little-la maçı çıxırıq, çünki sayıla bilməyənlərlə işlənir. 3, 4 olacaq A variantı. İkinci testimizdə choose a correct modal verb, modal feilləri düzgün tapmalıyıq. People, boşluq, cross the road, in the red light. Deməli, insanlar deyir ki, qırmızı işıqda yolu keçməməlidir. Keçməlidir. A variantı doğru variantdır. Deməli, üçüncü testimizdə choose a correct variant, doğru variantı istəyir. Yenə də Z boşluq, a policeman and fireman in our street last night. Deməli, Z-də xəbəri tapmaq üçün ondan sonraki isimə görə tapmalıyıq. Burada a policeman dediyinə görə deməli, təkdə götürməliyik xəbəri. Ona görə cəmləri çıxırıq. Deməli, B ilə D qalır. Baxırıq ki, last night veribsə, keçmiş zamanda istəyir. Deməli, biz izi də çıxırıq. B variantı olacaq. Dördüncü testimizdə choose a correct variant. My parents used to live in Turkey. Mənim ailəm Türkiyədə yaşayırdı. No, they live in Germany. İndi onlar deməli Germaniyada yaşayır. Deməli, burada da deməli 4-də ancaq götürəcəyik biz burada. But, ancaq indi onlar Germaniyada yaşayır. Deməli, batı götürəcəyik D variantını. Beşinci testimizdə deməli are you boşluq in learning a new language. Burada da şəxsə aid olduğu üçün interested götürəcəyik. Çünki deməli sifətlərdə, cansılarda ing, canlılarda id ilə götürürük. A variantıdır. 6-cı testimizdə choose the correct alternative questions. Alternativ deyiriksə orla olan sual formalarıdır. A-nı, B-ni, C-ni çıxırıq. D variantında your dad or mom let you join us. Sənin atan və yaxud anan sənə icazə verdi bizə qoşulmağa. Deməli, burada və yaxud olmaz, və olmalıydı. Or yox, and olmalıydı burada. Ona görə doğru variantımız Y variantıdır. Did you pass or fail the last exam? Sən keçdin və yaxud da uğursuz keçdi sənin keçən imtahanın. 7-ci testimizdə choose a correct variant, doğru variantı istəyir. Murad boşluq any book on holidays, but he had much time. Deməli, burada didn't use to read götürməliyik. A variantını götürəcəyik. B variantı idi olmaz. Did varsa. C variantı da tusu yoxdur. D variantı inglə olmaz. Y variantında deməli tusu yoxdur. Burada da idi olmamalıdır C-də də. Aha. Doğru variantımız A variantıdır. 8-ci testimizdə complete this first condition correctly. First conditional deyilirsə, burada indiki zamanla gələcək zaman uzlaşacaq. Ona görə A variantı indiki zamanı çıxırıq. D variantı keçmiş zamanında çıxırıq, qalır. B, C, Y. Tərcüməyə baxırıq. If I don't drive fast, we boşluq to the concert on time. Deyir ki, mən deyir, sürətli sürməsəm, biz vaxtında konsertə çata bilməyəcək. Ona görə B variantı olacaq burada. C ilə Y çıxdı. 9-cu testimizdə preposition, yəni söz önlərinin doğru qoymalıyıq. Cümləyə going to the concert depends-dən sonra on işlənir. On söz önü işlənir. A variantı doğrudur. 10-cu testimizdə make up sentence. Deməli, cümləni toparlamalıyıq. Deməli, baxırıq, birinci mübtədəmizi tapırıq. My teacher olacaq. 2. Ona görə yeni çıxacaq buradan. C-ni çıxacaq, yeni çıxacaq. A-nı çıxırıq, qalır. B ilə D. Sonra xəbərimizi tapacaq. Xəbərimiz deməli wants. Yəni sonra tamamlığımız gəlir as, 4-cü. Sonra gəlməlidir to.
6. Sonra 1 become. Sonra 3 doctors olacak D variantı doğru variantımız. 11. testimizde choose a wrong pair of synonyms. Səhv olan sinonimlər, yəni yaxın mənaları seçəcəyik biz, doğruları deyil. A variantında quiet, silent ikisi də yaxın mənadır, sakit deməkdir. Bunu seçmirik. B variantı kind, friendly, dostcasına mehriban, bu da yaxın mənalıdır. C variantında necessary, important, vacib, əhəmiyyətli. C variantı da yaxın mənalıdır. D variantında messy, bir də quick. Messy dağınıq deməkdir. Quick də ki tez deməkdir. Deməli, burada D variantı səhv variantdır. E variantı happy, joyful, şən deməkdir, xoşbəxt deməkdir. E variantı da səhvdir. Doğru variantımız D variantı. 12. testimizdə a friend of mine boşluq is a tour guide made a fantastic tour for Italy. Deməli, burada şəxslərdən, yəni şəxsdən danışdığı üçün C variantını götürəcəyik. E variantında what olmaz. What'dan əvvəl isim işlənir, Y səhvdir. Whose iki ismin ortasında işlənir. Which cansızlarla işlənir. Whom'daki bir tərəfi mübtədə xəbər olmalıdır. Xəbər deyil. Doğru variantımız C variantı. 13. testimizdə exclamatory sentence, nida cümlələrini tapmalıyıq. A variantı deməli how sunny is weather səhvdir. A variantı səhvdir. B variantında how sunny weather it is ortalarında Z olmalıdır bunların. Sifətlə isim böyle olmaz havda. C variantında what sunny weather we have. Bəli, C variantı doğru variantımızdır. D variantında what a sunny weather olmaz. Weather sayılmır. Article işlənməz. Y variantında what a sunny weather, bu da səhvdir, yəni səhvdir, yine weather sayılmır. 14. testimizdə choose a correct tense form. Burada da feili tapmalıyıq, köməkçi feil tapmalıyıq. Deməli, burada yet işləndiyinə görə sualda inkarda işlənir. Deməli, biz onu indiki bitmişdən götürməliyik. D variantı indiki bitmişdir. Doğru variantımız D'dir. 15. testimizdə passive voice istəyir. We meet Clara in the meeting. We mübtədədir, meet xəbərdir. Xəbərdən sonraki tamamlıq Clara'dır. Clara gəlir mübtədənin əvəzinə və met keçmiş zamanda olduğu üçün to be-nin was götürürük təkdə. Met də olduğu kimi qalır və kim tərəfindən by us. We çevrilir us olur. In the meeting olacaq doğru variantımız Y variantı. 16. testimizdə I didn't want. Aha. 16'da didn't want dediyinə görə 3-cü kateqoriyalı feildə to'lu istəyir. Y variantıdır. Doğru variant. 17. testimizdə choose a correct variant Mr. Thomas risked. Risked deməli gerund istəyir. Risk feili gerund ing'lik istəyir. A variantı doğru variantdır. 18. testimizdə my cousin knows German Russian. Deməli, burada olacaq, deməli, either nor olmaz, B variantı çıxdı. Neither or da olmaz, getdi. Both also olmaz, səhvdir. Both or da olmaz, doğru variantımız C variantıdır. 19. testimizdə choose a correct tense form istəyir. Cümləmizə baxırıq. The parents boşluq the police before. Before dediyinə görə deməli before'nun bu boşluğunu əvvəlini deməli götürməli, keçmiş bitmiş. Ona görə də doğru variantımız A variantı olacaq. Keçmiş bitmiş. 20. testimizdə the flowers in my grandma's garden smell. Burada da götürməliyik biz doğru variant
sifət götürməliyik də. Deməli, zərf deyil. 1 ilə 3 A variantı. Çünki smell feili ancaq sifət istəyir. Doğru variantımız A variantıdır.